fikirlərə görə istehsal vasitələrinin ictimai mülkiyyətdə olması və sinfi bərabərsizliyin aradan qaldırılması və hər bir fərdin ehtiyaclarına görə təmin edilməsi prinsiplərə əsaslanan ictimai, iqtisadi və siyasi bir ideologiya sayılır. Ümumiyyətlə, lakin bu quru tərif kimi hesab edilə bilər. Bunun arxasında duran fəlsəfi dərinlik var. Bir ümumiyyətlə tarixi mübarizə və insan taleyinin çətinliyi unudulur adətən. Ümumiyyətlə, sosializmin əsas prinsipləri arasında ictimai bərabərlik, hər kəsin işləmə hüququ və öhdəliyi, istehsalın planlı şəkildə təşkili, sosial ədalətin təmin edilməsi və insan hüquqlarının aradan qaldırılmasına yönəlməyib. İnsan hüquqlarının universal xarakter daşıması durur daha doğrusu. Lakin ümumiyyətlə bu prinsiplər təkcə iqtisadi bərabərsizliyin aradan qaldırılmasına yönəlməyib. Həmçinin insanların şəxsiyyətinin bütün potensialının açılması və istismarın kökünün kəsilməsi və də ki, həqiqi demokratiyanın, yəni iqtisadi demokratiyanın yaradılması niyyətini daşıyır. Yəni dediyimiz kimi sosializm